Salam əziz izləyicilər, natural ədədlərin 3-cü bölməsinin testlərinin izahlarına baxacağıq. Natural ədədlərin bölünmə əlamətləri və qalıqlı bölmə. Birinci sual. X-in yerinə hansı rəqəm yazıldıqda ədədi 9-a tam bölünür? 9-a bölünmə əlaməti rəqəmlərinin cəminin 9-a bölündükdə ədədin 9-a bölünməsidir. Yəni 5 üzərinə gəl 3 üzərinə gəl x 8 6 üzərinə gəl x üzərinə gəl 3. Baxın, bu cəm 9-a bölünməlidir. Bunu topladıqda bizə verir 25. Üzərinə gəl 2x. 25 üzərinə gəl 2x 9-a bölünməlidir. İndi x-in yerinə 1 yazıb yoxlayaq. 25 üzərinə gəl 2-ni 1-ə vurduqda 2. 27. 27 ilə 9-a bölündüyünə görə deməli x-in qiyməti 1 olacaq. Bir də cavab B bəndi. İkinci sual. A ədədini 10-a böldükdə bölürük 10-a. Natamam qismətdə C, qalıqda isə 8 alınır. Deməli, burada A ədədi bərabərdir. 10-u C-yə vururam. 10C üzərinə gəl 8-ə. Deyir, A ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. Həmin bu 10C üzərinə gəl 8-i də bölək 5-ə. Budaqlı bölmə ilə. 10C-ni 5-ə böldükdə 2C eləyər. Çıxıram 2C-ni 5-ə vurdu 10C. Burada 0 qalır. Üstə gəl. 8-i gətirirəm. 8-in içərisində 5 bir dəfə yerləşir. 5 birim 5. Çıxıram 5-i. Eləyir 3. Deməli, 2C üzərinə gəl. 1 alınacaq. Qalıqda 3 qalacaq. Sualda bizdən qisməti istəyir. Qismətimiz olacaq. 2C üstünə gəlsin 1. 2-də cavab B bəndi. Üçüncü sualda A ədədini 8-ə böldükdə qalıqda deyir 7 alınır. A ədədini 8-ə böldükdə məsələn hansısa bir B ədədi alınsın natamam qismət. Qalıqda da 7. Onda A buradan bərabər olar. 8B üzərinə gəl 7-yə. 2A üzərinə gəl 1 ədədini 8-ə böldükdə alınan qalığı istəyir. 2A üzərinə gəl 1. A-nın yerinə 8B üzərinə gəl 7 yazaq burada. Yəni 2 vurulsun 8B üzərinə gəl 7 üstünə gəl 1. Bərabərdir. 2-8-im 16B üzərinə gəl. 2-7-im 14. Burada da 1 var 15. Deməli 16B üzərinə gəl 5-in 8-ə bölünməsində alınan qalığı tapmalıyıq. Budaqlı bölmə ilə bölək 8-ə. 16B 8-ə 2B dəfə bölünür. Vurduqda 16B çıxırıq 0. 15-i gətirirəm. Burada üstə gəlmə yazırıq. 15-in içərisində 8 bir dəfə yerləşir. 8 birim 8 çıxdıqda qalığımız qalacaq 7. 3-də cavab E bəndi. Dördüncü sual. Natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Hansı bir A natural ədədi götürək 21-ə böləndə qismətdə B alınsın. Qalıqda da 16. Buradan A bərabərdir 21B üzərinə gəl 16-ya. Bu ədədi 7-yə böldükdə alınan qalığı tapın. Yəni 21B üzərinə gəl 16-nı 7-yə böldükdə alınan qalığı tapaq. 3B dəfə 3 7 21B çıxdıqda 0 16-nı gətirək burada üstə gəlmə. 16-nın içərisində 7 2 dəfə yerləşir. 2 7 14 çıxdıqda da qalıq qalacaq 2. Cavab 4-də A bəndi. Natural ədədi 12-yə böldükdə qalıqda 10 alınır. Bu ədədi 6-ya böldükdə alınan qalığı tapın. A bölünsün B. A bölünsün 12 bərabərdir hansısa bir B ədədi alınır. Qalıqda da 10. Buradan A bərabərdir 12B üzərinə gəl 10. İndi bunu 6-ya bölək. 2B dəfə 12B-nin içərisində 2B dəfə yerləşir. Çıxıram 12B-ni 0. 10-u gətirirəm. Üzərinə gəl yazıram. 10 içərisində 6 bir dəfə çıxırsın 6. Qalığımız qalacaq 4. 5-də A bəndi. 6-cı sual. 6 rəqəmli ədədin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini deyir tapın. 6-ya bölünmə əlaməti odur ki, rəqəmlərin cəmi 6-ya bölünmə əlaməti həm 2-yə, həm də 3-ə bölünmə ədəd həm 2-yə, həm də 3-ə bölünməlidir. 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün də cüt olmalıdır. Onda A burada 0 cüt olması üçün 0, 2, 4, 6, 8 ola bilər.
Və biz bunları toplayaq. Rəqəmləri toplayaq. 1, 6 üzərinə gəl A. Bu bizə verəcək 19 üzərinə gəl A. 19'un üstünə 0 gələndə 19 eləyir. 3'ə bölünməz. Bunu götürürəm. 19'un üstünə 2 gələndə 21, 21 3'ə bölünər. Götürürəm. 19'un üstünə 4 gələndə 23, 3'ə bölünməz. 19'un üstünə 6 gələndə 25, 3'ə bölünməz. Və 19'un üzərinə 8 gəldikdə 27 3'ə bölünür. Deməli, A-nın qiymətləri 2 və 8 ola bilər. Həmin bu A-ların bizdən cəmini istəyir. 2 ilə 8 də toplayırıq. A-ların cəmi bizə verəcək 10. Cavab 6-da C bəndi. 7-ci sual. E-nin hansı qiymətlərində 5 rəqəmli ədədi 3-ə tam bölünür? 3-ə bölünmə əlaməti odur ki, rəqəmlərin cəmi 3-ə bölünməlidir. 7 üzərinə gəl 1, üzərinə gəl 2, üzərinə gəl n, üzərinə gəl 4. Bunu topladıqda bizə verəcək 14 üzərinə gəl n. N burada baxın nələr ola bilər. 1 ola bilər. 14 ilə 1'i topladıqda yer 15. 15 3'ə bölünür. 2 olduqda olmaz. 3 olduqda olmaz. 4 olsa 14 ilə 4'ü topladıqda 18 3'ə bölünür. Deməli 4'ü götürürük. 5'də olmaz. 6'da olmaz. 7 olduqda 14 ilə 7'ni topladıqda 21 3'ə bölünür. Deməli 7 də olar. 8 9 da ödənməyəcək. Çünki 14 ilə 8 topladıqda 22, 9 topladıqda 23, onlar da bölünməyəcəklər. Deməli, E-nin hansı qiymətləri ödənəcək? 1, 4, 7. Uyğun gəlir C bəndinə. 88. Hasil verib bizə. 7-yə bölünməsindən alınan qalığı dir tapın. Bölünsün 7. Baxın. 14 7'ye bölünür. 7 7'ye bölünür. 7'ye bölünür. Bu da 7'ye bölünür. Qalıq burada qalacaq 6. Bu ədədə baxaq. 14 7'ye bölünür. 7, 7, 7. Bunlar hər biri 7'ye bölünür. Burada da qalıq qalacaq 3. Deməli, qalıqlarını tapdıq. Qalıqları bir-birinə vurub 7'ye bölmək lazımdır. 6'nı 3'ə vurduqda 18. 18'i bölə 7'ye görə qalıq neçə alınacaq? 2 dəfə qalıq da olacaq 4. Deməli, bu hasilin 7'ye bölünməsindən alınan qalıq 4 imiş. Cavab B bəndi. 9-cu sual. Bölünsün 8. 8'e bölünməsindən deyir alınan qalığı tapın. 32 8'e bölünür. 8, 8, 8. Bunlar hər biri 8'e bölünür. Qalıq burada 5 qalacaq. 32 8'e bölünür. 3 8'in hər biri 8'e bölünür. Qalıq 2 qalacaq. 5 vur 2 bölünsün 8. 5'i 2'ye vurduqda 10 eləyir. Onu bölək 8'e. Onu 8'e bölükdə bir dəfə 1 tam düşür. Qalığımız da qalır 2. Deməli, ümumi bu ədədin 8'e bölünməsindən alınan qalıq da 2 olacaq. Cavab 9'da D bəndi. 10-cu sual. XZ vurulsun 4YZ. Bərabərdir 7344 bərabərliyindən X üzərinə gəl, Y üzərinə gəl, Z cəmini dir tapın. 4YZ, burada XZ yazaq. Bunları bir-birinə vuranda alınıb 7344. Baxın, X-i burada mən 0 götürə bilmirəm. Çünki 0 ilə başlayan ədəd yoxdur. 1 götürsəm 4'ü 1'ə vurduqda 4. 2 götürsəm 2'ni 4'ə vurduqda 8. Bax 8 buradakı 7'dən böyük olur. Deməli mən X-i ancaq və ancaq ən kiçik qiymət 1 götürə bilərəm. X-i götürək 1. Z və Z eyni ədədlərdir. Eyni ədədləri bir-birinə vurduqda sonuncu rəqəmi alınır 4. Z ya ola bilər 2'ni 2'yə vurduqda 4 alınsın ya da ki 8'i 8'ə vuranda 64. Yəni sonu 4'dən bitən ədəd alınsın. Burada da biz 2'ni götürməyəcəyik. Niyə götürməyəcəyik? Çünki bu ədədimiz x onsuz 1 götürəcək. 4'ü 1'ə vuranda 4 alınır. Amma burada 7000'dir. Ona görə də z-i ən böyük götürməliyik ki, bu hasil ilə ən böyük olsun. Yəni sonda gəlib cavabı 7344 alaq.
Y-in qiyməti qaldı. Y-in qiymətini bilmirik, indi onu təyin edəcəyik. 4y z-in yerinə 8 yazaq. X-in yerinə 1, burada 8 yazaq. 8-i 8-ə vurduqda 64. 6 yadda 4. Y-in yerinə burada bizə deyir ki, X, Y, Z cəmini tapın. Bu cəm elə 1 ilə 8-i toplayanda 9 eləyir. Variantlarda da ən böyük ədədimiz elə 9-dur. Onda Y-in yerinə 0 ola bilər. 8 8-im 64, 8 4-üm 32, 8 1-im 8, 1 0-ım 0, 4 1-im 4. 4 4 3 7 344 alındı. Deməli X, Y, Z-in cəmi 1 üzərinə gəl. X-imiz 1, Y-imiz 0, Z-imiz də 8 idi. Topladıqda bizə verəcək 9. Cavab E bəndi. 11. 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək X, Y hasini tapın. 18-ə bölünmə əlaməti odur ki, həmin ədəd 2-yə və 9-a bölünür. Yəni, bu tipli ədədlərdə bölünmə əlaməti necə tapırıq? Həmin ədədi bir-birindən qarşılıqlı sayda olan 2 ədədin hasili şəklində göstəririk və həmin ədədlərə bölünən ədədlər eyni anda, yəni 2 və 9-a eyni anda bölünən ədədlər həm də 18-ə bölünmüş ədədlər sayılacaq. 2 və 9-a eyni anda bölünürsə, onda Y-imiz 0 ola bilər, yəni cütlər. 2 ola bilər, 4 ola bilər, 6 ola bilər, 8 ola bilər. 9-a bölünməsi üçün toplayaq bunları. 7 üzərinə gəl, 2 üzərinə gəl, 3 üzərinə gəl, X üzərinə gəl, Y. Bunu topladıqda bizə verir 12 üzərinə gəl, X üstə gəl, Y. Əgər burada şərti nəzərə alsaq, 5-ə böldükdə qalıqda 4 alınır. 5-ə böldükdə qalıqda 4 alınırsa, biz bilirik ki, 5-ə bölünən ədədlərin 5-ə bölünmə əlaməti odur ki, son rəqəmi 0 və yaxud da 5 olmalıdır. 0 olsa, qalığın 4 qalması üçün 0-ın üstünə 4 yəni 4 olar. 5 olsa, qalığın 4 olması üçün 5-in üstünə 4 yəni 9. İndi baxaq, 4 və 9-dan hansı bu aralıqda yerləşir? Yalnız və yalnız 4 yerləşir. Deməli, Y-in qiymətini 4 götürəcək. 12 üzərinə gəl X, üzərinə gəl 4, bərabər 16 üzərinə gəl X. İndi baxaq, X hansı qiymət ola bilər ki, 9-a bölünsün. X burada da 2 ola bilər, çünki 16 ilə 2-ni topladıqda 18, 18 9-a bölünür. X də oldu 2. Bizdən X, Y hasini istəyir. X-in qiyməti 2, Y-in də qiymətini buradan 4 təyin etdik. Vuranda da cavab eləyəcək 8, 11 də B bəndi. 12. 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək X, Y hasini tapın. 5-ə böldükdə qalıqda 3 alınırsa, bayaq qeyd etdik. 5-ə bölünmə əlaməti odur ki, son rəqəmi 0 ola bilər. 0-ın üzərinə 3 gəldikdə 3. Son rəqəmi 5 ola bilər. 5-in üzərinə 3 gəldikdə 8. Yenə əgər 18-ə tam bölünürsə, Y burada cüt ədəd olmalıdır. Ona görə 3-ü götürmürəm. Y ola bilər 8. 4, Y bərabərdir. 4, üzərinə gəl 5, üzərinə gəl X, üzərinə gəl 8, üzərinə gəl 8 bərabərdir. Bunları topladıqda bizə verəcək 25. Üstə gəl X. 9-a bölünməsi üçün də X burada 2 ola bilər ki, 25 ilə 2-ni topladıqda 27 9-a bölünsün. Yenə bizdən X, Y hasini istəyir. X, Y hası da bərabərdir. X-imiz 2, Y-imiz 8 təyin etdik. Cavabımız olacaq 16 E bəndi. 13. 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Bu ədədi ilə 12-dən götürək. 12, yəni 3-ə bölünənlər 12, 15, 18, 3 artıraq 21, 24.
Deməli 12-ni 12-yə böldükdə qalıq qalır 0. 15-i 12-yə böldükdə qalıq 3 qalır. 18-i 12-yə böldükdə qalıq 6 qalır. 21-i 12-yə böldükdə qalıq 9 qalır. 24-ü 12-yə böldükdə qalıq 0 qalır. Deməli, baxın təkrarlandı. 12-də 0 idi və 24-də 0 idi. Deməli, bundan sonraki qalıqlarda ancaq 3, 6, 9, 0 qalıq sayılmır da 3, 6, 9 ola bilər. Alınan bilən müxtəlif qalıqların cəmini istəyir. 3 üzərinə gəl 6, üzərinə gəl 9. Bunu topladıqda cavab bizə verəcək 18. 13-də D bəndi. 7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böldükdə alınan bilən müxtəlif qalıqları tapın cəmini. Yenə bunu 28-dən götürürük. Çünki 28-dən kiçik götürsəm bölünməyəcək. Ona görə 28 götürürük. Burada da həmçinin 12-dən kiçik götürsəydim 12-yə bölünməyəcəkdi. 28-i böldükdə 28-ə qalıq 0. Sonraki ədəd məsələn 35, 42, 49, 56. Bunları yoxlayaq. 35-yə böldükdə 12-yə qalıq da 7. Üzr istəyirəm, 12-yə yox, 28-ə böldükdə qalıq da 7. 48-i böldük, 42-ni böldükdə 28-ə qalıq da 14. 49-u böldükdə 28-ə qalıq da 21. 56-nı böldükdə 28-ə qalıq da 0. Bu da 7, 14, 21 olaraq təkrarlanır. Çünki burada 0 gəldi. Bunların cəmini tapaq. 7, 14, 21. Cavabımız eləyəcək 42. 12-də A bəndi. 42, 13 yox, 14-cü sual. 14-də D bəndi. 15. AB ədədinin BA ədədinə bölünməsindən alınan natamam qismət vahidə qalıq isə 36-ya bərabər olarsa, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni, AB bölünsün BA bərabərdir 1, qalıq isə 36. Buradan 10A üzərinə gəl B bölünsün 10B üzərinə gəl A bərabər 1-ə, qalıq da 36. Bölünən burada nəyə bərabərdir? Bölənin natamam qismətlə hasilinin qalıqla cəmini. Yəni 10B üzərinə gəl A-nı 1-ə vurduqda elə 10B üzərinə gəl A eləyir. Üstünə də 36 gəlmək lazımdır. 10A-dan çıxanda buradakı A-nı eləyir 9A. B-dən çıxanda 10B çıx 9B bərabər 36-ya. Bundan hər birini 9-a bölsəm A çıxılsın B bərabərdir 4 alınır. Bizdə burada şərtlər nə istəyir? A-nın ala biləcəyi qiymətlərin cəmini istəyir. Digər tərəfdən də biz bir şərti xatırlayaq. Bölənimiz qalıq böləndən kiçik olmalıdır. Yəni qalıq burada 36-dır, bölənimizdə BA-dır. Və yaxud da bölən qalıqdan böyük olmalıdır. BA böyük olmalıdır 36-dan. Bu şərti yadda saxlayaq. İndi baxaq görək burada A, B hansı ədədlər ola bilər. A bərabər B bərabərdir. A bərabərdir, məsələn 5 ola bilər, B də 1 ola bilər ki 5-dən 1 çıxdı da 4. A 6 ola bilər, 2 ola bilər bu da. Sonra 7 ola bilər, 7 olsa 3 olar. 8 ola bilər, 8 olsa 4 olar. Bir də 9 ola bilər, 9 olsa 5 olar ki. Yəni A'dan B-yə çıxanda 4 alınsın. 5-dən 1 çıx 4, 6-dan 2 çıxanda 4, 7-dən 3 4, 8-dən 4 çıxanda 4, 9-dan 5 çıxanda da 4. Digər tərəfdən BA burada şərt yazdıq ki, 36-dan böyük olmalıdır. Yəni BA indi ədədlərinə baxaq, hansılardır? 15, 26, 37, 48 və 59. Bunlardan hansı 36-dan böyükdür? Baxın bunlar. Bu 3 dənəsi 36-dan böyükdür. Deməli şərti bu 3 ədəd ödəyəcək. 15 və 26 şərti ödəməyəcək. Burada onda A-nın qiymətləri hansılar olacaq? 7, 8, 9. Və bizdən də A-nın qiymətlərinin cəmi istəyir. 7, 8, 9-u toplayırıq. Cavabımız eləyəcək 24. 15-ci sualda A bəndi. 16. Ədədi 12-yə tam bölünürsə, ABC-nin ala biləcəyi ən kiçik qiyməti tapın. 12-yə bölünmə əlaməti 12-ni hansı iki ədədin hasili şəklində göstərə bilərik ki, onlar bir-birinə qarşılıqlı sadə olsun, 3 və 4 şəklində.
Deməli, 3-ə və 4-ə eyni anda bölünən ədəd həm də 12-yə bölünəcək. 4-ə bölünmə əlaməti nədir? Ya ədədin son 2 rəqəmi 0 olmalıdır ki, 4-ə bölünsün və yaxud da son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir ki, 4-ə bölünsün. Baxın, son 2 rəqəmi 6C-dir. 0 burada ödənmir bu şərt, çünki artıq 6 ədədi, 6 rəqəmi yazılıb bura. Onda sonuncu 2 rəqəmi yoxlamalıyıq. C-ni yerinə gəl 0 yazsam 60 4-ə bölünəcək. C-nin yerinə 4 yazsam 64 4-ə bölünəcək və ya 8 yazsam 68 4-ə bölünəcək. İndi 3-ə bölünməsi üçün də bunları toplamaq lazımdır. A üzərinə gəl 2, üzərinə gəl B, üzərinə gəl 6, üzərinə gəl C. Bu da bizə verəcək 8, üzərinə gəl A, üzərinə gəlinsin B, üzərinə gəl C. ABC ifadəsini ala biləcəyi ən kiçik qiymətidir. Ən kiçik qiyməti deyirsə, mən buradan C-nin qiymətini 0 götürərəm. C-miz bərabər 0. Onda yazaram 8 üzərinə gəl 0, üzərinə gəl A, üzərinə gəl B. Bu da verəcək elə 8 üzərinə gəl A, üzərinə gəl B. İndi bu ifadə dedik ki, 3-ə bölünməlidir. 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir ki, 3-ə bölünsün. A ilə B-nin cəmi əgər 1 olsa, onda 1 ilə 8 topladıq 9. 9 3-ə bölünər. Yəni, məsələn, seçmə üstündən belə götürə bilərik. A-nı 0 götürə bilmərik, çünki 0 ilə başlayan ədəd yoxdur. A-nı 1 götürərik, B-ni də 0 götürərik. Bunda bunların cəmi belə olacaq. A üzərinə gəl B, üzərinə gəl C bərabərdir. 0 üstə 1 üstə 0. Cavabımız da eləyəcək 1. Yəni, ən kiçik cəm olaraq ən kiçik qiymətimiz alınacaq 1. Açıq sual idi bu. 16-cı sual. 17. Rəqəmləri fərqli olan 2 rəqəmli ədədi 5-ə böldükdə qalıq ən böyük olarsa, bu şərti ödəyən neçə 2 rəqəmli ədəd var? Yəni, AB-ni bölüblər 5-ə, hansısa bir A ədədi alınır və qalıq deyir ən böyükdür. Qalıq ən böyüksə, qalıq burada 4 ola bilər. Çünki demişik ki, bölən qalıqdan böyük olmalıdır. Qalığın onda ən böyük qiyməti 4 ola bilər. İndi burada yoxlayaq. 5-ə böldükdə qalıqda ən böyük. Deməli, qalığı aldıq 4 ola bilər. 5-ə bölünmə əlaməti də son rəqəmi 0 olmalıdır və yaxud da son rəqəmi 5 olmalıdır. 0-ın üzərinə 4 gələndə 4. Deməli, qalığın olması üçün son rəqəmi 4. 5-in üzərinə 4 gələndə 9. Deməli, ədədin son rəqəmi ya 4 olmalıdır, ya da 9 olmalıdır. Bu ədədlər hansılardır? 14, 19, 24, 29, 34, 39, 44, 49, 54, 59, 64, 69, 74, 79, 84, 89, 94 və 99. Buradan baxırıq ki, sayaq 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ədəd var. Baxaq görə başqa şərt varmı? Rəqəmləri fərqli olan. Aha, rəqəmləri fərqli olan deyirsə, biz buradan 44 və 99-u götürməyəcəyik. Yerdə qalacaq 16 ədəd. Şərt qoymasaydı hamısını götürərdik, 18 ədədi götürərdik. 18-ci sual. Ədədi deyir 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. 30-u biz hansı 2 ədədin hasili şəklində göstərə bilərik ki, onlar bir-birindən qarşılıqlı sadə olsun. Bu ola bilər 6 və 5. Ki, yəni 6-nı 5-ə vurdu, 30 eləyir. Deməli, bu ədəd eyni anda həm 5-ə, həm də 6-ya bölünməlidir. 5-ə bölünmə əlaməti odur ki, sonu 0 və ya 5-ə bölünsün. 6-ya bölünmə əlaməti odur ki, sonu 6-ya bölünmə əlaməti odur ki, 2-yə və 3-ə bölünməklə eyni olmalıdır. 2-yə bölünməsi üçün sonu cüt olmalıdır. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Deməli, burada 5 ələnəcək. Çünki 5 cüt deyil. B onda olacaq 0. B 0-dırsa ədədin rəqəmlərini toplayaq. Burada 4A var. Üzərinə gəl 8, üzərinə gəl B-nin də yerinə 0. Elə olacaq 4A üzərinə gəl 8. Baxın, bu ədəd 4A üzərinə gəl 8 ədədi 3-ə tam bölünməlidir. Çünki
30-a bölünməsi üçün dedik ədəd 5-ə və 6-ya bölünməlidir. Cüt olması üçün 2-yə bölünmə əlaməti cüt olmalıdır. Buradan 5 ələnəcək. B0 qaldı. Deməli, yerdə bir dənə qalır 3-ə bölünmə əlamətinin ödənməsi. 3-ə bölünmədə rəqəmlərin cəmi 3-ə bölünməlidir. Ona görə 4A üzərinə gəl 8-in 3-ə bölünməsini yoxlayacaq. A bərabər 1 olsa, onda 4A üzərinə gəl, bu da ox işarəsini göstərim. 4A üzərinə gəl 1, 12 olar. Ödəndi. A bərabər 2 olsa, 2, 4-üm 8 üzərinə gələndə 20 ödənməyəcək. A bərabərdir 3 olsa, 3, 4-üm 12. Yox, burada 2-ni 4-ə vurda 8, 8-in 8 toplayanda 16 edir. Yəni ödənmir onsuz. 3-ü 4-ə vurda 12, 12-nə 8 topladı da 20 ödənmir. A bərabərdir 4 olsa, 4-ü 4-ə vurduqda 16 üzərinə 8 gəldikdə 24 ödənir. A bərabərdir 5 olsa, 4, 5-im 20 üstünə 8 gələndə 28 ödənməyəcək. 6 olsa 24 ilə 8-i topladıqda 32 yenə ödənməyəcək. 7 olsa 7, 4-üm 28 üstünə 8 gəldi 36 ödənəcək. Baxın indi bu ardıcılığa. Biri ödənir, ikisi ödənmir. Biri ödənir, ikisi ödənmir. Biri ödənir. Deməli, onda 8 və 9-da ödənməyəcək. Onları daha yoxlamıram. Çünki biri ödənib, ikisi ödənmirsə 8 və 9 7-dən sonra gələn 2 ədəddir. Bunlar da ödənməyəcək. Bizə lazımdır ki, A-nın qiymətlərinin cəmini istəyir. A hansı qiymətlər oldu? 1, 4 və 7. Bunları toplamaq lazımdır. 1 üzərinə gəl, 4 üzərinə gəl, 7. Cavabımız eləyəcək 12. On 19 ilə bundan eyni sualdır. Burada artıq yenə 30-a bölünmə deyirsə, bayaq tapdığımız kimi B-ni ancaq 0 götürə bilərik. Çünki 0 olsa həm cütdür 2-yə bölünür, həm sonu 0-dır 5-ə bölünür. Yerdə qalır 3-ə bölünməni yoxlamaq. 4A üzərinə gəl. 0 daha yazmıram. 4A üzərinə gəlsin 6. Bax, bu ədəd 3-ə bölünməlidir. Burada da B bərabərdir 0. A-nın mümkün qiymətlərinin cəmini istəyir. Yoxlayaq A-nın qiymətlərini. 1 olanda 4-ü 1-ə vurduqda 4, üzərinə 6 gəldikdə 10 bölünməyəcək, alınmır. Yəni bu 2 olanda 2, 4-üm 8 üzərinə 6 gəldikdə 14. Bu da alınmır. 3 olduqda 3-ü 4-ə vurdu 12 üzərinə gəldikdə 18 alındı. Deməli, burada da belə bir ardıcıllıq var. İkisi ödənməyəcək, biri ödənəcək. Onda 4, 5, 6, sonra 7, 8 və 9. Baxaq görə bunlardan hansı? İkisi ödənmir, biri ödənir. Deməli, bu ödənməyəcək, bu ödənməyəcək, bu ödənəcək, bu ödənməyəcək, bu ödənməyəcək, bu ödənəcək. Ardıcılığa görə hər birini ayrı-ayrı daha hesablamaya ehtiyac yoxdur. Elə ardıcılıqdan götürmək olar. İkisi ödənmir, biri ödənir. İkisi ödənmir, biri ödənir. İkisi ödənmir, biri ödənir. Burada da A-nın qiymətləri hansılar olacaq? 3, 6 və 9. A-nın qiymətləri 3, 6 və 9-u toplayırıq. Cavabımız eləyəcək 18. 20-ci sual. AB ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə C-ni tapın. A üzərinə gəl B. Bu cəm nə ola bilər ki 9-a tam bölünsün? Ya 9 ola bilər, ya 18 ola bilər, ya 27 və s. Və deyir ki, AB biz bilirik ki, rəqəmlərin cəmi 9-a bölükdə 9-a bölünür. Ona görə A ilə B-ni cəmlədim. 9-a bölükdə 5 qalırsa, deməli, bunun üzərinə gəlirəm 5-i 14, bunun üzərinə gəlirəm 5-i 23. Baxın, bundan sonrası artıq ödənməyəcək. Həmçinin 18, 23 də ödənməyəcək. Çünki A və B
Yerinə biz ancaq rəqəm yaza bilərik. Elə 2 rəqəm yoxdur ki, onları topladıqda 23 versin. Yəni, ona görə bax, bundan o tərəfəsi artıq ödəməyəcək. Ola bilər 14. Yəni, A ilə B-nin cəmi 14 ola bilər. Digər tərəfdən ABC ədədi deyir 9-u tam bölünürsə. ABC-nin rəqəmlərinin cəmi A üzərinə gəl, B üzərinə gəl, C. AB-nin yerinə 14, cəminin yerinə 14 yazıram, üstə gəl C. Baxın, bu ədəd əgər 9-a tam bölünürsə, C burada 4 ola bilər ki, 14 ilə 4 topladıqda 18, 18 də 9-a tam bölünsün. 21. AB ədədini 9-a böldükdə qalıqda 3 alınır. ABC ədədi 9-a tam bölünürsə, C-ni tapın. Rəqəmlərin cəmi ya 9 olmalıdır, ya 18 olmalıdır, ya 27 və s. 3 deyirsə, üzərinə 3 gəlirəm. 9 3 topladı 12. Üzərinə gəlirəm 3-ü 21. Yenə buradan 21-dən o tərəfəsi ödənməkdir. Çünki elə 2 rəqəm yoxdur ki, onları topladıqda bizə 21 versin. Ədəd var, amma rəqəm yoxdur. Bilir ki, rəqəmlər təkdir. Yəni, təklik mərtəbəsində olur ancaq. Deməli, A ilə B-nin cəmi 12 ola bilər. ABC isə 9-a tam bölünür. Yəni, A üzərinə gəl, B üzərinə gəl, C 9-a tam bölünür. A ilə B-nin cəminin yerinə 12 yazıram, üzərinə gəl 8. Baxın, bunun da 9-a bölünməsi üçün C-nin yerinə 6 yaza bilərik ki, cəmi 18 olsun və 9-a tam bölünsün. Deməli, 21-də cavab olacaq 6. 22. Bölmə əməlində natamam qismət A və qalıq B olarsa, AB hasilini tapın. XY06 bölünsün. XY bərabərdir. Qismətə A yazaq, qalığa B yazaq. Bunu açaq. 1000x üzərinə gəl. 100y üzərinə gəl. 0 yazmıram. 6 bölünsün. 10x üzərinə gəl. Y bərabərdir A. Qismət qalıqda da B. Buradan bölünən nəyə bərabərdir? Yəni 1000x üzərinə gəl, 100y üzərinə gəl, 6 bərabərdir. Bölən vurulsun. Natamam qismət üzərinə gəl, qalıq. 10x-i A-ya vurudan 10 AX, Y-a vurduqda Y-a üzərinə gəlsin B. Baxın, sağ tərəf sol tərəfə bərabər olmalıdır. Təklik mərtəbəsi təkliyə bərabərdirsə, onda B-nin yerinə 6 yazarıq. 100y A-ya bərabər olacaq. 100y bərabərdir Y-A-ya. Buradan Y-ları ixtisar aparsam, A bərabərdir A-lar 100. Həmçinin 1000x-i da 10 AX-a bərabər eləyib, oradan da A-nı tapmaq olardı. Yenə nəticədə 100 alınacaqdır. Bizdən AB hasilini istəyir. A vurulsun B də bərabərdir. 100 vurulsun 6. Cavabımız eləyəcək 600. 23-cü sual. Yenə bölmə əməlidir. Açılışını ilə yazıram. 1000x üzərinə gəl. 100y 0 yazmıram. Üzərinə gəl 4 bölünsün. 12 üzərinə gəl y bərabərdir. Qismətdə A, qalıqda B alınır. Buradan bölünən burada 4-dür. Üstə gəl 4 bərabərdir. Bölən vurulsun, natamam qismət üzərinə gəl, qalıq. Yəni 10 AX üzərinə gəl, AY üzərinə gəl B. Təklik təkliyə bərabərdir. Çünki sağ tərəfdə də 3, sol tərəfdə 3 ədəd alınırsa, bu ədədlər bir-birinə bərabər olmalıdırlar. B bərabərdir 4. Daha doğrusu ifadələr bir-birinə bərabər olmalıdırlar. Təklik təkliyə bərabərsə B 4 olar. Ya ikinci həddən, ya da üçüncü həddən A-nı tapa bilərik. 100y bərabərdir AY yazaq. Y-lar islah gedər. A bərabərdir. Yenə alınır 100. Bizdən AB-nin hasilini istəyir. AB də bərabər olur. 4-ü vuranda 100-ə. Cavabımız eləyəcək 400. 24-cü sual. 2 natural ədədin cəmi 211 deyir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə natamam qismətdə 4, qalıqda 1 alınır. Ədədləri bir-birinədir. Birinci ədədi B, ikinci ədədi B, A, ikinci ədədi B ilə işarə edək.
Böyünü kiçinə bölükdən atom qismətdə 4 alınır, qalıqda da 1. Buradan A bərabərdir 4B üzərinə gəl 1-ə. Həmçinin A ilə B-nin cəmi bizə 211 verir. A-nın yerinə 4B üzərinə gəl 1 yazıb həll edək. 4B üzərinə gəl 1, üzərinə gəl B bərabər 211. 5B bərabər 211-dən 1 çıxanda 210, B də bərabər 210-u böləndə 5-ə eləyəcək 42. Bu ədədlərdən böyüyünü istəyir. Onda B yox, A-nı tapmaq lazımdır. A bərabərdir 211-dən çıxaq 42-ni. Bu da bizə verəcək 169. 25. 9n kub bərabərdir M 087. Bərabərliyin M-in hasilini tapın. Əgər sağ tərəf sol tərəfə bərabərdirsə, deməli bu ədəd 9-a tam bölünməlidir. Bu rəqəmlərin cəmi M üstə gəl 0 üstə gəl 8 üstə gəl 7. M üstə gəlsin 15-dir. M burada 3 ola bilər ki, 15 və 3-ü topladıqda 18, 18 9-a bölünsün. Onda yazarıq 9n-in kubu bərabərdir 3087. Buradan n-in kubu bərabərdir 3087-ni böləndə 9-a 343. N isə bərabər olar 7-yə. Yəni 343-dən 3-ün üzərindən kök çıxartdıqda 7 olur. M-in hansını istəyir? 3-ü 7-yə vurmaq lazımdır. Cavabımız eləyəcək 21. 26. 7-yə böldükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünürsə, bu şərt ödəyən 2 rəqəmli ədədlərdən ən kiçik və ən böyük cəmini tapın. Əvvəl belə eləyək. 7-yə bölünən ədədləri yazaq. 7, 14, 21, 28, 35, 42, 49, 56, 63, 70, 77, sonra yəni 7-dən 11-ə vuranda 77, 12-yə vuranda 84, 13-ə vuranda 91, 14-də vuranda 98. Baxın, 7-yə bölünən 2 rəqəmli ədəd bunlardır. Əgər qalıqda deyir 4 alınırsa, 7-yə bölükdə qalıqda 4 alınan ədədlər 3-ə tam bölünür. Baxaq görək hansının üzərinə bunların 3 gələk. Bu eləyəcək 10. Bunun üstünə 3 gəldikdə 20, 17. Qalıqda 4 alınan deyir. Üzərinə 4 gəlmək lazımdır. 11. Üzərinə 4 gəldikdə 18. Üzərinə 4 gəldikdə 25. 4 gələndə 32. 4 gələndə 39. 4 gələndə 46. Üzərinə 4 gələndə 53. 60. 67. 74, 81, sonra 88. Bunlar fikir versə 7 artır. 7 gəldikdə, 4 gəldikdə 95 və sonda da üzərinə 4 gəldikdə 102. Bu şərti ödəyən 2 rəqəmli ədədlərdən ən kiçik və ən böyüyünün cəmini tapın. Baxaq görə bunlardan hansı, yəni aldığımız bu cəmlərdən hansılar 3-ə tam bölünür. Baxın, bunu götürməyəcək. Çünki burada artıq 3 rəqəmli ədəd alındı. Ən kiçiyimiz burada. Ən kiçiyimiz olacaq 18. 3-ə bölünür. Ən böyüyümüz olacaq 81. Deməli, 18 və 81-i toplayırıq. Cavabımız eləyəcək 99. 27. M ədədini 7-yə bölükdə qalıqda 6 qalır. M-i bölürəm 7-yə. Natamam qismətdə hansısa bir A ədədi alınır. Qalıqda da 6. Buradan M bərabər olar 7A üzərinə gəl 6-ya. M kvadrat üzərinə gəl 3M üzərinə gəl 7 ədədini 7-yə böldükdə qalıqda neçə alınır?
Baxın, burada m-in yerinə 7a üzərinə gəl 6 qoyaq. 7a üzərinə gəl 6 qoysa, onda kvadratı üstünə gəl. 3 vur 7. A üzərinə gəl 6, üzərinə gəl 7. Bərabərdir. Bunu sadələşdirək. 49a kvadrat üzərinə gəl 84a üzərinə gəl 36 üstə gəl 21a üstə gəl 18 üzərinə gəl 7 bərabərdir. 49a kvadrat üzərinə gəl 105a üzərinə gəl 61. Bu ədədin 7-yə bölünməsindən alınan qalığı tapmalıyıq. Bölək 7-yə. 49a kvadrat 7-yə 7a kvadrat dəfə bölünür. Vurduqda eləyir 49a kvadrat çıxanda 0, 105a-nı gətirək. 105a 7-yə 15a dəfə bölünür. Çıxdıqda elə 105a 61-i gətirək. 61 də 7-yə 8 dəfə bölünür. 7, 8-im 56. 61-dən də çıxdıqda 56-nı qalığımız qalır 5. Başqa bir bu misalın asan yolu da var. Məsələn, əgər müxtəsər vurma düsturlarını hələ keçməmişsə, tətbiq edə bilmirsə, başqa yolla necə yaza bilərik? Əgər m ədədi 7-yə bölükdə qalıqda 6 qalırsa, onda m kvadratı 7-yə böləndə qalıqda 6-nın kvadratı 36. Yəni, m kvadratın qalığını tapmaq üçün daha doğrusu 6-nı 6-ya vuranda 36. Üzərinə gəl. 3m-dən 6-nı 3-ə vuranda 18. Üstə gəl 7. Bunları topladıqda bizə verəcəklər 61. 61-i də böləndə 7-yə 8. Qalıqda qalacaq 5. Bax, bu formada da tapmaq olar. Məsələn, 28-ci sualı yeni dediyim şəkildə tapaq. M ədədini 5-ə bölükdə qalıqda 3 qalır. Onda m kvadrat olacaq 9. 6m olacaq. Yəni 3-ün kvadrat 9. 6m olacaq. 3 6 18 üzərinə gəl 5. 9 və 5-i topladıqda 14 üzərinə gəl 18 32. Yəni deyir ki 32-ni indi bu 32-ni 5-ə bölükdə alınan qalığı tapaq. 32 bölünsün 5 6 dəfə qalığımız qalacaq 2. Bax, bu digər yoldan daha asan və daha tez başa gəlir. Bu yoldan da istifadə etmək olar. 29. N ədədini m kub ədədinə böldükdə natamam qismətdə 2, qalıqda 31 alınırsa, n-in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. N-i bölürük m kuba, qismətdə 2 alınır, qalıqda 31 alınır. Buradan m bərabərdir 2m kvadrat, yəni bölən bərabərdir, bölündən bərabərdir, bölən vur, natamam qismət üzərinə gəl qalıq. Digər tərəfdən də biz bilirik ki, bölən qalıqdan böyük olmalıdır. M kub 31-dən böyük olmalıdır. Burada da biz m-in yerinə nə qiymət verə bilərik ki, onu kuba yüksəltdikdə 31-dən böyük alınsın. 4 verə bilərik. Çünki 3 versək, 3-ün kubu 27, 27 31-dən böyük deyil. 4 versək, 4-ün kubu 64, 31-dən böyükdür. Bizdə burada n-in ən kiçik qiymətini istəyir. Ən kiçik qiymət istəyirsə, bu şərti ödəyən ən kiçik m 4-dür. Yəni, m ən kiçik olmalıdır ki, n də ən kiçik qiymət ala bilsin. 2 vur, 4-ün kubu üstünə gəl 31. 4-ün kubu 64 eləyir. 64-ü vuranda 2-yə 128, üzərinə gəl 31. Cavabımız eləyəcək 159. Və bizdən buradan qiymətinin rəqəmləri cəmini istəyir. 1 üzərinə gəl 5, üzərinə gəl 9. Cavabımız da eləyəcək 15. 30-cu sual. M bölünsün 35. Qismətdə m, qalıqda m kub alınır. M bərabərdir 35m, üzərinə gəlsin m-in kubu. Burada bölən böyük olmalıdır qalıqdan. Yəni 35 böyük olmalıdır m kubdan. Bizə burada n-in ən böyük qiymətinin rəqəmlərin cəmini soruşursa, m burada ən böyük olmalıdır ki, n də ən böyük alınsın. Baxaq görə m burada hansı qiyməti ala bilər ki, ən böyük olsun? 3 ola bilər. Çünki 3 olsa, 3 kuba yüksəkdə 27, 27 35-dən kiçikdir. Amma 4 olsa 64 olar, 64 35-dən kiçik olmaz. Deməli, m3 götürəcəyik. N də bərabərdir 35 vur 3 üstünə gəl 3-ün kubu. Bunun cavabı bizə verəcək 30, 132. Rəqəmlərin cəmini istəyir. 1 üzərinə gəl, 3 üzərinə gəl 2.
Cavabımız olacaq 6. 31. 402 AB və 75 CD ədədlərini 4-ə böldükdə qalada 3 alınır. A üzərinə gəl B bölünsün C üzərinə gəl D ifadəsinin ən böyük qiymətini tapın. Baxın, ifadənin yəni kəsrin ən böyük qiymətini biz tapmaq üçün A üzərinə gəl B, C üzərinə gəl D. Onda bu ən kiçik olmalıdır. Yəni bu cəm. Bu cəm isə ən böyük olmalıdır. 4-ə bölünmə əlamətini xatırlayaq. Son 2 rəqəmi ya 0 olmalıdır ki, 4-ə bölünsün, ya da son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir ki, 4-ə bölünsün. İndi baxaq. A ilə B bizə ən böyük lazımdır. Ən böyük olsa 4-ə bölünən ən böyük ədədimiz, ən böyük 2 rəqəmli ədədimiz 96-dır. Və qalığın 3 olması üçün üzərinə 3 gələrəm, 99. Deməli, A da, B də olar hər ikisi 9. Çünki bizə burada şərt də verməyib ki, rəqəmləri fərqli olsun. Eyni götürə bilərik. Digər tərəfdən CD, bunu yazmışam ki, ən kiçik olmalıdır. Ən kiçik olması üçün qalıq 3 alınmalıdır da bizdə. Qalıq 3 alınmalıdırsa, yenə hər ikisi eyni ola bilər. 11. Məsələn, 4-ə bölünmə əlaməti 4-ə bölünən ən böyük rəqəm 8-dir. 8 ilə necə 3 toplasam 11. Deməli, 11 olduqda 4-ə bölünsə qalıq 3 qalır. C ilə D-nin yerinə də 1, 1. Topladıqda eləyəcək 18 bölünsün 2. Cavabımız eləyəcək 9. 32-ci sualda bundandır. Yenə A üzərinə gəl, B, C üzərinə gəl, D. Ən böyükünü istəyirsə, kəsrin ən böyük qiyməti üçün sürət ən böyük olmalıdır, məxrəc isə ən kiçik olmalıdır. Bərabərdir. Qalıqda 2 qalır deyir. CD. CD ən böyük. CD və AB-ni tapaq. AB ən böyük olmalıdır. Ən böyük 2 rəqəmli ədədimiz, daha doğrusu 4-ə bölünən ən böyük 2 rəqəmli ədədimiz 96-dır. Qalığın 2 qalması üçün üzərinə 2 gələrəm, 98. Deməli, AB 9 və 8 ola bilər. 9 üzərinə gəl, 8 yazırıq. CD isə ən kiçik olmalıdır. Qalığın 2 qalması üçün yenə 4-ə bölünən ən böyük rəqəm 8-dir. 8-in üzərinə 2 gəlsəm 10. Deməli, CD də oldu 10. Rəqəmləri yəni 1 və 0. 9 ilə 8 topladıqda 17. Bu da 1. 17-ni 1-ə böldükdə cavabımız alınacaq 17. Bu da sonuncu sual idi. 32-ci sualda cavab 17.